Sizlərə həmçinin tövsiyəm, qəlbinizi saflaşdırın. Ürəyinizi saflaşdırın. Kin, həsəd, paxıllıqdan uzaq durun. Kimsəyə həsəd, paxıllıq etməyin. Və bilin ki, kimə Allah nəyi veribsə, onu Allah Taala özü istəyibdir. Bu Allahın ona etdiyi təqdirdir. Keçmişdə olanı da, gələcəkdə olanı da Allah bilir. Və sən buna etiraz etməklə. Paxıllıq, möhtərəm qardaşlar, həsədkarlıq elə bir çirkin işdir ki, nəinki bir həsəd edən müsəlman həsədkarlıqda kifayətlənə? Xeyr. Həsədkar oldunsa, birincisi qəza və qədərə qarşı çıxmış olursan. Allaha qarşı çıxmış olursan. Allahı ədalətində ittiham etmiş olursan. Sanki Allah payları düz bölməyib. İkincisi, bu həsəd, paxıllıq səni iftiraya salacaq. Üçüncüsü, yalan danışacaqsan. Dördüncüsü, nəmmamlıq edib insanların arasını vuracaqsan. Ona görə həsəd etməklə. Və özünü təmizə çıxardaraq, məndə həsəd yoxdur deyib, özünü aldatmaqlə. Hər insanda həsəd var. Lakin onu elmlə, imanla, Allaha olan bağlantı ilə əritməmiz lazımdır. Rasulullah sallallahu aleyhi ve sellem səhih hədisdə buyurur ki, وَلَا تَحَاسَدُوا Bir-birinizə həsəd etməyin. Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, həsəd odunu yediyi kimi insanın savablarını yeyib əritir. Həsəd etmə. Həsədkar insan ahirətdə nəinki əzaba düşər olacaq, Allah onu bağışlamasa, bu dünyada o insanın bütün işi gücü kədərdir. Əzab çəkir o adam bu dünyada. Bir təzə maşın alırsan, o gecə yata bilmir. Narahat olur, səhərə kimi ki, ay bu vaxtında bu maşını vuraydı, mən rahatlayaydım. Eşdəndə ki, təkəri partlayıb maşının morali açılır. Ev tikdirirsən, yata bilmir. Eşitsə ki, birdən evin çartlayıb, gedib cəmaatı qonaqlayır. Həsədkar insanlar, qardaşlar, o qədər çirkin insanlardır ki, o qədər şəxsiyyəti alçaq bir insandır ki, hətta bəzən bilsə ki, sənə zərəl 2 qat olacaq, özünə zərəl gəlməsinə razı qalır. Keçmiş dövrlərdə bir hakim olur, diqqətlə qulaq asın. Ədalətli bir hakim. Və onlar yaşadığı şəhərdə 2 həsədlə tanınmış şəxs olur. Hər kəsə həsəd eləyirlər. Bundan aparır sözü ona çatdırır, ondan aparır sözü buna çatdırır. Bütün şəhəri bir-birindən düşmən eləyiblər. Cəmaatı boğaza yığıblar. Gedirlər, bütün millət gedir, hakimə şikayət edir ki, bu 2 həsədkardan bizi qutarginən, qardaş qardaşla, övlad atayla, qohum əqraba, hamı bir-birindən düşmən olur. Əlimizdə bugün bir şey görsə, onun getməsi üçün aləmi bir-birinə qatır. Hakim göndərir nümayəndəsini, o 2 həsədkarı da gətirir, yanında otuzdurur. Deyir, niyə belə eləyirsiniz? Niyə bu qədər çirkinsiniz? Nəyə görə bu qədər alçaqsınız? Hardadır sizin vicdanınız? Hardadır sizin dininiz, imanınız? İnsanları cana yığmışsınız. İkisi də başını sallayıb hakimin yanında belə dururlar. Hakim deyir ki, sizə mən bir şey deyəcəm. Və bu sizin son həsədiniz olsun. Bir də həsəd etdiyinizi görsəm, eşitsəm, boynunuzu vuracam. Deyir ki, məndən nə istəyirsiniz, istəyin, verəcəm. Təki siz həsəd etməyin. Nə istəyirsən, gözünü aç, mülkümdə, malımda, səltanatım altında nə varsa,
İstəyin, verəcəm sizə. Təki həsəd etməyin. Amma bir şərtim var. Hasınız nə istəsəniz, o birisinə 2 qatını verəcəm. Deyir, birinə deyir, başda yinə sən. Həsəddir bu. Deyir, mən 1 öy istəyəcəm, ona 2 öy verəcək. Yox, mən istəməyim. Deyir, hakim qardaş, möhtərəm hakim, deyilən birinci o başlasın, deyir. O da narahatdır. Deyir, mən 100 dənə qoyun istəyəcəm, 100 dənə dəvə istəyəcəm, ona 200-ünü verəcək. Deyir, olar mı, hakim bəy, ona deyəsən birinci o başlayaq. Burada başlayırlar həsədkarlıq eləməyə. Bunlar öz aralarında, bu buna deyir, o ona deyir, sən başla, o buna deyir, sən başla. Hakim əsəbiləşir, deyir, sakit durun. Tez başlayın, ikinizdən biriniz, yoxsa ikinizin də hökmü ağır olacaq. Və əlini birinə uzatır ki, sən başla. Düşünür, deyir ki, hakim bəy, sözünü tutacaqsan, deyir, bəl. Deyir, onda mənim gözlüyüm birini çıxart yine. Nə üçün? Onun 2 gözündə çıxardası olacaq. Görürsünüz, qardaşlar, həsədkar insanlar hətta özlərinə müsibət gəlməyə razıdırlar. Bilsələr ki, o birisinə 2 qatı gələcək. Ona görə qəlbimizi saf etməmiz lazımdır. Qəlbi kindən, qüdrətdən, ona buna qarşı haqsız yerə dəlil olmadan kim bəsləməkdən gərək təmizləyək. Ailələrimizi də bu cür, bu əxlaq, bu tərbiyə üzrə tərbiyə edək. Bu bizim dünyamız üçün də xeyirlidir, ahirətimiz üçün də xeyirlidir. Və bu tövsiyəm sonunda demək istəyirəm ki, həyatımızda əxlaqın da böyük əhəmiyyəti və önəmi var. Hər kəslə əxlaq, zövcənlə əxlaq, övladlarınla əxlaq, valideyninlə əxlaq, qonşunla əxlaq, iş yerindəki müdürünlə əxlaq, iş yerindəki şərikinlə əxlaq, hətta səni yolda saxlayan polislə, rəislə əxlaq. Bizdən əxlaq tələb olunur, qardaşlar. Əxlaqlı olmamız lazımdır. Ayşə radiyallahu anhədən soruşurlar ki, Rasulullahın əxlaqını bizə vəsf elə. Ayşə radiyallahu anhə deyir ki, Kənə xuluquhu əl-Qur'an. Rasulullahın əxlaqı Qur'an idi. Rasulullahın əxlaqı Qur'an idi. Qur'anda, dinimizdə, hədislərdə gələnlərin biri nədir? Əl-muslimu mən səliməl-muslimunə min lisanihi və yedihi. Həqiqi müsəlman o kəsdir ki, nə əlindən, nə də dilindən başqa müsəlmanlar əziyyət çəkmir. Əxlaqlı, bizim əxlaqlı olmamız lazımdır. Tərbiyəli olmamız lazımdır. Yüksək mədəniyyət sahibi olmamız lazımdır. Və hər zamana və məkana və şəxsiyyətlərə görə əxlaq işlətməmiz lazımdır. Həsən-ül Basri rahiməhullah deyir ki, Ud'un nəsə bi ə'məlikum, la bi əqvalikum. İnsanları dəvət etmək istədikdə əməllərinizlə, əxlaqlarınızla dəvət edin, sözlərinizlə deyil. Bugün bəzi ailələrdə görürsən ki, valideyn övladının İslamda olmasını istəmir, saqqal buraxmasını istəmir, dindarların yanına getməsini istəmir, məscidə getməyini istəmir. Ola bilsin ki, kimdənsə əxlaqsızlıq görüb ona görə elədi. Və yaxud da öz övladı dindar olduqdan sonra atasına qarşı sərt mövqeyi bəsləyib, əxlaqsızlıq eləyib, ona görə elədi. Xəta müsəlmanda olmamalıdır, qardaşlar. Sən hər kəsə qarşı əxlaq göstər, tərbiyə göstər və saflığını və paklığını və təhəmmülünü göstər. Bunlar fayda verəcək bizlərə. Allahdan istəyirəm ki, bizləri eşitib faydalardan etsin. Bilmədiklərimizi öyrətsin, bildiklərimizə əməl etməyi nəsib eyləsin. Sözlərimizdə və əməllərimizdə ixlas nəsib eyləsin. Allahın gözəl adları ilə, uca sifətləri ilə diləyirəm ki, o yerdə ki, müsəlmanlar əzab-əziyyət çəkir, Allah onlara yardım etsin. Xəstə müsəlmanlara Allah şəfa versin. Əsirlikdə olan müsəlmanları Allah əzad eyləsin. Borcu olub, borc içində boğulan qardaşlara Allah yardım eləsin, borcları ödəməsi üçün. Və aqulu mə təsməun və sallallahu və səlləm alə nəbiyyə Muhammed. İxlasla.com saytı tərəfindən təqdim olundu.